Qarabağ Futbol Klubu yeni transfer hədəfi ilə bağlı Avropa mediasında müzakirə olunur. Axar.az Telegrafa istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bolqaristanın Slavia Sofia klubunun gənc hücumçusu Kristian Balovu heyətinə qatmaq niyyətindədir. Cəmi 19 yaşında olan futbolçu artıq Avropanın bir neçə tanınmış klubunun diqqət mərkəzinə düşüb. Qarabağ bu transfer uğrunda Türkiyənin Trabzonspor, Belçikanın Anderlecht, Bolqaristanın Ludogorets və Polşanın Rakov komandaları ilə rəqabət aparacaq. Slavia Sofia rəhbərliyi isə Balovu 2 milyon avrodan aşağı məbləğə satmayacağını bəyan edib. Klub gənc futbolçunun performansını yüksək qiymətləndirir və onun gələcəkdə daha böyük klublarda oynamasına inanır. Qeyd edək ki, Kristian Balovun Slavia Sofia ilə müqaviləsi bu ilin yayında başa çatır. O, cari mövsümdə 21 oyunda meydana çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə verib. Transfermarkt portalına görə Balovun bazar dəyəri 500 min avro təşkil edir. Balov həmçinin Bolqaristan U21 milli komandasının da üzvüdür və ölkəsində gələcəyin ən ümidverici hücumçularından biri kimi dəyərləndirilir. Sizcə, Qarabağ 2 milyon avro ödəyib bu gənc hücumçunu transfer etməlidirmi? Komandamızın yeni transfer xəbərlərini ilk siz öyrənmək istəyirsiniz. O zaman kanalımıza abunə olun və bildirişləri aktiv edin.